rahatlıq insanı cəlb edən bir şeydir. Bunun qısa yolla necə tapırdıq sizə? Nəyə baxacaqdıq? Birinci orta zaman keçmiş zamandır. Onun özü ya da törəməsi. Burada baxırsan ki, bu hissə keçmiş zamandır. Avtomatik olaraq indikilərin, gələcəklərin üstünə xətt çəkirsən. Bir də Füzuli bəy, deyək ki, burada bəndin birini qəbula salanda dəyişdilər. A deyək, bir dənə də B bəndi artırın. Verək. Had learned. Keçmişdir bir tərəf. O tərəfdə keçmişin törəmələri və şudur bu dedikdə qısa yolla, düzdür? Birdən belə olsa, B bəndi düz olar olmaz. While'da hərəkətlər bərabərlik istəyir. Bu istər ümumiyyətlə olsun, rutin halında olsun. İstər danışılan anda olsun, keçmiş daimi zamanlar arasında. Bəs keçmiş bitmiş zaman niyə olmur? Keçmiş bitmiş zamanda hərəkət nə idi? Keçmişdə baş verən, bütün hadisələrdən əvvəl baş verən birinci nə? Hərəkət hadisədir. Məsələn, mən dünən evə gedəndə gördüm ki, qardaşım bütün yeməkləri yeyir. Məndən qabaq hadisə nə edir? Baş verir. Mən dünən ofisə yaxınlaşanda biz çalışma eləmişdik, görürəm bilmirsən, düzdür? Mən ofisə yaxınlaşanda gördüm ki, ofisi yağırlar. Burada birinci baş vermiş hadisə hansıdır? Bəli, biz bu cümlə quruluşunu bir də Qarqusdan keçmişik, indi də tekstə görə keçirik. Deməli, keçmiş bitmiş zaman while'da olur, olmur? Olur. Bəli. Ona görə while'dan sonra və yaxud da ki, əvvəl bitmiş zamanlar nə eləmir? Keçmiş bitmiş zaman işlədilmir. Qısa olaraq, yəni bunu testi uzatsaq, həmişə qısa